Salam izləyicilər. Bu videoda induksiya cərəyanı istiqamətinin tapılmağına baxacağam. Yəni, burada önəmli məsələ birinci nədir? İlk işimiz xarici maqnit sahəsinin induksiya xəttləri istiqamətini qeyd etməkdir. Qaydadan bilirsiniz ki, induksiya xəttləri şimal qütbündən çıxır, yəni N-dən çıxır, S-ə daxil olur. Burada çəkdiyim xarici maqnit sahəsinin induksiya xəttləridir. Yəni, bu halqadan keçir digər tərəfə. Bunu işarələyirəm B ilə. Fikirlərsiniz, B-nin istiqaməti sağa gedir. Bundan sonra nəyə diqqət edirsiniz? Maqnit yaxınlaşır, yoxsa uzaqlaşır? Bu V-nin istiqaməti yaxınlaşmanı göstərir. Əgər yaxınlaşırsa, deməli maqnit seli artır. Yəni delta V bölünsün, delta T böyükdə sıfırdan. Maqnit seli artırsa, induksiya enerjisinin düsturu yazanda epsilon bərabərdir. Mənfi delta V bu delta T'dir. Yəni Lenz qaydasına görə induksiya, yəni yaranan induksiya B-si əsas B-nin əksinə yönələcək. Burada əsas ki, sarı xəttlərdir, bunlar yönəlir sağ tərəfə. Amma bu şərtləndiyinə görə əgər B sağa yönəlirsə, induksiya B-si onun əksinədir, yəni sola yönələcək. Yəni qeyd bu Lenz qaydasına alır, yəni azaltmağa çalışır. Onda oradakı induksiya B-ləri istiqamətlərə çəksən, bunları A versiyası çəkəcən, əsas B-nin əksinədir. Yəni bizim B-ləri sağa yönəlmişdir, amma induksiya B-ləri yönəlir sol tərəfə. Bundan istifadə edib artıq Sal-Yuli qaydası ilə induksiya cərəyanı tapacaq. Necə? Sal-Yuli qaydasına görə 4 barmağa yönəldirik həmin o ağ xəttlər istiqamətini. Elə bir bu bir halqadır. 4 barmaq salırıq həmin halqanın içərisinə. Həmin halqanın içərisinə salırıq 4 barmaq B-i tərəfə gedir. Yəni sol. Baş barmaq göstərir induksiya cərəyanı. Yəni bu şəkildə bu halqanın üzərində yönələn bir induksiya cərəyanı yaranır. Bu şəkildə fırlanır. Əgər bunun yerinə kəsik halqa olsaydı, induksiya cərəyanı yaranmazdı. Çünki dövrə qapalı deyil. Deməli, ardıcıllıq hansı formadadır? Birinci işiniz xarici maqnit sahəsinin istiqamətini qeyd etmək. Xarici maqnit sahəsi buradakıdır. Və biz baxdıq ki, xarici maqnit sahəsi sarı rənglərlə sağ tərəfə yönəlir. İkinci nəyə baxırsınız? Maqnit seli artır, yoxsa azalır? Bizdəkində maqnit seli artır, səbəb budur ki, maqniti buna yaxınlaşdırıraq. Bunu biləndən sonra Lenz qaydasına görə biliriksə, əgər artırsa, induksiya enerjisi mənfi olur. Yəni, epsilon I kiçikdir 0 və B hansı tərəfəndirsə, induksiya B-si onun əksinədir. İnduksiya B-si əksinə yönəldiyinə görə bu şəkildə sol tərəfə yönəlir. Sal-Yuli qaydasından tapdım ki, yaranan induksiya cərəyanı fırlanır şəkildəki istiqamətdə. Yəni, bu istiqamətdə fırlanır, dövrülür.